Rəşad bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Xoş gördük. İlk olaraq istəyirəm ki, Bəqainin açıqlaması üzərində fikirlərinizi alaq. Əl-əxsus da ki, onu da nəzərə alaq ki, İRNA qeyd eləyir. İran yeni təkliflərlə çıxış edib. Əslində, son dəfədə təklifləri göndərən tərəf elə İran olmuşdu. Bəli. Gözlənilirdi ki, Amerika Birləşmiş Ştatları bunu düzəliş etsin, İrana təqdim etsin. Amma nə baş verdisə, o isə bizə gəlib çatmadı. Yəni, bəlli olmadı. Amerika Birləşmiş Ştatları burada nəyisə düzəltdimi, hansısa redaktələr etdimi, yenidən bir təklifin İran tərəfindən getdiyi bildirilir. Nə düşünürsünüz, nə baş verir? Baş verən ondan ibarətdir ki, İran maksimum şəkildə yeni hərbi əməliyyatlara, belə deyək, düçar olmaq istəmir. O baxımdan maksimum şəkildə bu və digər şəkildə Amerika Birləşmiş Ştatlarının da razı ola biləcəyi təklifləri ortaya qoyur. Yəni, biz birinci təklifdən sonra Amerika Birləşmiş Ştatlarının ümumiyyətlə o təkliflərdən imtina etdiyini də bilirik. Və Trump da bəyan etdi ki, bizim həmin təkliflərə yox deməyimizdən sonra İran nisbətən daha yumuşaq bir təkliflərlə çıxış edib. Görünən odur ki, indi əgər üçüncü təkliflərin artıq söhbət gedirsə, görünən odur ki, ikinci təklif də elə birinci təklifin aqibətini yaşayıb. Yəni, Amerika Birləşmiş Ştatları o məsələnin də masaya yatırılmasından imtina edib. Amma burada maraqlı bir detal var, o da ondan ibarətdir ki, söhbət belə deyək, yekun sazişin imzalanması və yaxud da bu və ya digər məsələdə razılığa gəlməkdən daha çox atəşkəsin uzadılması istiqamətində təkliflərdən söhbət gedir. Yəni, bu günləri tərəflərin, belə deyək, həm Amerika Birləşmiş Ştatları, həm də İran tərəfi kifayət qədər yaxşı başa düşür ki, masanın arxasında oturub birdən-birə ortada olan bütün məsələlərin həlli istiqamətində konkret razılaşma əldə etmək mümkün deyil. Ona görə də indi maksimum olan məsələ bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatları atəşkəsi dayandırmasın və yeni hərbi əməliyyatlara başlamasın. Ona görə də İran tərəfi üçün prioritet atəşkəsin uzadılması istiqamətində razılaşmanın əldə edilməsidir. Yəni, biz bilirik də, Trump növbəti dəfə atəşkəsi elan eləyəndə konkret tarix qoymayıb. Yəni, tarix qoymamaq da o deməkdir ki, əməliyyatlar istənilən vaxt başlama potensialına malikdir. Prinsip etibarilə İranın bu günləri danışıqlar masasında irəli sürdüyü vacib və birinci şərt nüvədən də və digər məsələlərdən də daha öncə dəniz blokadasının götürülməsidir. Yəni, bu birinci əsas məsələdir gündəlikdə. Biz birinci danışıqlarda İslamabadda da bilirik ki, ilk şərt nüvədən və digər məsələlərdən öncə ilk şərt Livan istiqamətində atəşkəsin əldə olunması idi. İndi də prioritet dəniz blokadasının götürülməsidir və Bəqai da öz açıqlamasında deyir ki, Amerika Birləşmiş Ştatlarının dəniz blokadasını davam etdirməsi faktiki olaraq, belə deyək, razılaşmanın pozulmasıdır və biz bir çox məsələlərdə razılığımızı ifadə etmişik, amma Amerika Birləşmiş Ştatları bundan imtina edir. Faktiki nə baş verir? Faktiki o baş verir ki, uzun müddət ərzində İran necə belə deyək, Amerika Birləşmiş Ştatlarına təzyiq göstərirdi Hörmüz vasitəsilə, yəni daha doğrusu digər ölkələrə təzyiq göstərirdi ki, onların da ABŞ-a təzyiqi formalaşsın. İndi də eyni şeyi Amerika Birləşmiş Ştatları İrana qarşı eləyir. Yəni, belə deyək, bunun başlanğıcını Amerika Birləşmiş Ştatları qoymayıb. Bunun başlanğıcı İran tərəfindən qoyuldu, Hörmüzün blokadaya alınması zamanı və Amerika Birləşmiş Ştatları da indi həmin o blokadanın gətirdiyi üstünlükləri İran tərəfinin əlindən almaq üçün faktiki olaraq daha böyük miqyasda artıq təkcə Hörmüz istiqamətindən də söhbət getmir, ümumiyyətlə dəniz blokadasından söhbət gedir. Yəni, təkcə Hörmüzdə, belə deyək, İranın qarşısı alınmır. Eyni zamanda digər limanlarda, dənizə çıxış limanlarında da faktiki olaraq eyni şey baş verir. Və bu da təbii olaraq İranı narahat edir. Çünki İran üçün, belə deyək də, bu günləri Rubio'nun da dediyi kimi İranın əlində müharibə başlamamışdan öncə indi olan arsenal, yəni söhbət raket arsenalından gedir, dron arsenalından gedir, yarıba-yarı azalıb. Yəni, əvvəl daha çox deyilirdi, 80% məhv edilib, 90% məhv edilib, amma son olaraq 2 gün bundan qabaq Rubio bunun 50%-ə qədər azaldığını dedi. Amma bütün bunlar nə deməkdir? Bütün bunlar o deməkdir ki, bu günləri sən o silahları, o 50% texnikanı da faktiki olaraq istifadə eləmirsən, çünki zərbə vurulmur sənə ki, sən də cavab zərbələri endirəsən. Amerika Birləşmiş Ştatları başqa bir yol seçibdir. Dəniz blokadası yolu ilə sənin bütün idxal, ixrac əməliyyatlarını faktiki olaraq bloklayıbdır və nəticə etibarilə həftənin əvvəlində biz İran realının dollara nisbətdə yenə də 20-25% ucuzlaşmasına şahidlik etdik. Bu günləri İranda mağazalarda artıq piştaxtalardan bir sıra ərzaqların yoxa çıxması ilə bağlı məlumatlar verilir. Bu günləri çoxlu sayda, belə deyək, iş yerlərinin bağlanması haqqında məlumatlar verilir. Ən böyük problem isə dənizə öz enerji məhsullarını dünya bazarına çıxara bilmədiyi üçün faktiki olaraq içəridə anbarlar da doludur deyənə
bu və ya digər quyuların istismarının dayandırılması haqqında qərarlar verilir ki, bunların da bərpa olunması bir neçə aylıq bir dövrə əhatə eləyir. Bütün bunlar o deməkdir ki, bu iqtisadi cəhətdən İrana müharibədən də daha çox təsir edə biləcək əslində addımdır. Yəni, aktiv müharibədən, o zərbələr altında qalmaqdan daha çox bu təsir eləyəcək İrana. İran da bunu kifayət qədər yaxşı başa düşdüyü üçün bir nömrəli prioritet olaraq, yəni başqa məsələlərin müzakirəsinə hazır olduğunu bildirir, amma prioritet olaraq mütləq şəkildə dəniz blokadasının götürülməsini təklif edir. Rəşad bəy, digər tərəfdən dünən gizli bir briefing keçirildi. 45 dəqiqəyə qədər davam etdiyi deyilir. İsrail mediası bu cür yazır və orada yenidən hansısa zərbələrin endirilməsi nəzərdən keçirilir və burada bir neçə variant var idi. Həm enerji infrastrukturunu hədəf alan kiçik zərbələrdən söhbət gedir. Daha sonra blokadanın daha da ağırlaşdırılması, Hörmüzlə bağlı məqamlar yer alırdı və bir neçə digər məsələlərdə sızdırılan məlumatlar bu yerdədir. Nüvə obyektlərinə doğru hərəkətlənmə, oradan kiçik quru əməliyyatlarının keçirilməsi də orada yer alırdı. Nə düşünürsünüz? Bunlar nəzərdən keçirilir, mütəmadi olaraq nəzərdən keçirilir. Hələ xüsusən ki, həqiqətən indi gördüyümüz və Amerika Birləşmiş Ştatlarının yaşadığı çıxılmaz bir vəziyyətdir. Qalıb İranda dalana dirənib danışıqlarda, İran məsələsindən çıxa da bilmir, geri çəkilə bilmir hazırki məqamda Tramp və həlli istiqamətində də bir konkret addım atıla bilmir. Çünki İranda müəyyən maneələr yaradır. Biz bunları bilirik, uzun-uzun danışırıq bu məsələləri. Nəticə olaraq çıxış yolu kimi Tramp bu hərbi istiqamətlərdən hansısa birinə gedəcəkmi? Əvvəla onu qeyd edeyim ki, təkcə Amerika Birləşmiş Ştatları dalana dirənməyib, eyni zamanda İran da faktiki olaraq dalandadır. Çünki nə hərb, nə sülh variantı və faktiki olaraq bu iqtisadi blokada fonunda baş verirsə, təbii ki, İranı da olduqca çıxılmaz duruma salır. O ki, qaldı dünən haqqında danışdığımız briefing məsələsinə, yəni təbii ki, bu məsələlərin hər biri masada var. Yəni, prioritet bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatlarının İrandan öz istəyini istənilən yolla əldə etməsidirsə, təbii ki, bu hərbi variant, yeni hərbi əməliyyatlar variantı, bu və ya digər istiqamətdə hərəkətlənmə və digər məsələlər də müzakirə oluna bilər, masaya qoyula bilər. Ümumiyyətlə, qapalı bu şəkildə briefinglərin əsasını nə təşkil edir? İndiyə qədərki təcrübə onu göstərir ki, burada faktiki olaraq təhlil aparılır. Təhlil nədən ibarətdir? Bu addımı atsaq, bu hansı nəticələrə səbəb ola bilər? Bizim bu istiqamətdə addımımız İran tərəfindən hansı cavablarla, belə deyək, əhatə oluna bilər və bir çox hallarda burada müzakirə olunan məsələlər əslində gizli briefing adı altında keçirilsə də qəsdən sızdırılması da baş verir ki, digər tərəf hərbi əməliyyatların hələ də masada olduğunu, Amerika Birləşmiş Ştatlarının, belə deyək, yeni hərbi əməliyyatlardan qaçmaqda maraqlı olmadığı və s. kimi bir təəssüratı formalaşdırsınlar. Amma prinsip etibarilə bu gün Amerika Birləşmiş Ştatları da kifayət qədər yaxşı dərk edir ki, müharibə başlaya bilər. Amma bu əməliyyatlar da İranın müqavimətini, belə deyək, dayandırmayacaq və yaxud da tez bir zamanda nəticə əldə etməyə imkan verməyəcək. Əgər Amerika Birləşmiş Ştatları nəticənin tez bir zamanda əldə olunacağını bilsəydi, o zaman ümumiyyətlə danışıqlar prosesindən tamamilə imtina eləyərdi və hərbi əməliyyatlara başlayardı. Bu günləri ABŞ da bunun çətin proses olduğunu kifayət qədər yaxşı bildiyi üçün indi hərbi əməliyyatlara başlamağı mənim zənnimcə o dərəcədə maraqlı deyil. Amma 60 günü də bitir artıq bugün. 60 günü bitir, bundan sonra 30 gündə belə deyək bir artırmaq imkanı var bunu və 30 gün müddətində də çox şey dəyişə bilər. İkinci bir tərəfdən Amerika Birləşmiş Ştatlarının bilirik ki, prezidentinin Çinə səfəri planlaşdırılır və bu günləri dəniz blokadası təkcə İranı, belə deyək, zəiflətmir, İranı təkcə çöktürmür. Bundan dünya iqtisadiyyatı hər nə qədər təsirlənsə də, ən çox təsirlənənlərdən biri faktiki olaraq Çindir. Çünki Çin Hörmüz boğazından çıxan məhsulların böyük əksəriyyətinin alıcısı idi faktiki olaraq və bu günləri bu gəlmir. Ya, belə deyək, daha baha qiymətə almaq məcburiyyətindədir və ya daxili o rezervarlarda yığılan, istifadə olunmamış enerjini, belə deyək, xərcləmək məcburiyyətindədir. Bu da uzun müddət davam edə bilməz. Deməli ki, burada Amerika Birləşmiş Ştatlarının İranı dəniz blokadasında saxlamağının bir səbəbi də faktiki olaraq Çinə səfər ərəfəsində Çini bu və ya digər şəkildə müəyyən güzəştlərə məcbur etməkdən ibarətdir. Yəni, daha çox, belə deyək,
qarşılıqlı ticarət dövriyyəsində disbalansın aradan götürülməsi, yəni belə deyəksə, mən səndən 500 manatlıq mal alıramsa, sən də məndən 500 manatlıq mal almalısan. Niyə indiyə qədər biz daha belə deyək, çox Çin malı alırdıq, siz amma daha az Amerika Birləşmiş Ştatları istehsalı mal aldınız. Yəni bu disbalansın aradan götürülməsi və s. istiqamətində təzyiq göstərmək istəyir həm də faktiki olaraq Çinə. O baxımdan blokadanı məhz həmin dövrə qədər saxlayacağı qənaətindəyəm Amerika Birləşmiş Ştatlarının və o dövrə qədər İran tərəfindən bu və ya digər şəkildə göndərilən təkliflər İslamabad vasitəsilə, digər oyunçular vasitəsilə göndərilən təklifləri də bu şəkildə saymazcana bloklayacağı qənaətindəyəm. Çünki əli güclü olaraq getmək istəyir Çinə Tramp və hər şeydə orada baş verəcək, zənnimcə nə baş verəcəksə. Çünki tərəflər... Yəni bir hardasa 2 həftədə bu məsələnin uzanmasını Təbii ki, yəni əgər belə deyək, Çinlə bu və ya digər şəkildə iqtisadi maraqlarda müəyyən bir razılaşma əldə olunsa ki, bununla bağlı ehtimal kifayət qədər yüksəkdir. Amerika Birləşmiş Ştatları ilə Çin ikisi də dünya iqtisadiyyatının əsas aparıcı gücləridir və bir çox hallarda bu iqtisadiyyat bir-birinə o qədər transformasiya olunub ki, birinin digərindən ayrı belə deyək, iqtisadi sistem qurması faktiki olaraq indi mümkünsüz bir şeyə çevrilib. Bunun üçün uzun bir dövr lazımdır. O baxımdan müəyyən bir razılaşmalar ortada olacaq. Əsas məsələ odur ki, kim nə qədər qazanacaq həmin razılaşmalardan. Düşünürəm ki, Çin prioritet olaraq həmin danışıqlarda dəniz blokadasının götürülməsi fonunda İrandan bu günləri ABŞ üçün prioritet olan saflaşdırılmış uranın 3-cü ölkəyə ötürülməsi ilə bağlı İrana təsir göstərə bilər Çin tərəfi. Və bu baş verəcəksə hər iki tərəf prinsipi etibarilə belə deyək, razı qala bilər prosesdən. İran iqtisadi blokadadan çıxmış olacaq. İkinci bir tərəfdən biz belə deyək, nüvənin, uranın zənginləşdirilməsindən imtina etməmişik. Bu hələ danışıqlar mövzusudur. Amerika Birləşmiş Ştatları geri çəkildi deyəcək. Amerika Birləşmiş Ştatları isə biz İranı məcbur etdik ki, saflaşdırılmış uranı bizə versin deyib, o da özünün qələbəsini elan eləyəcək. Hə, nüvə ilə bağlı yeni razılaşma əldə olunacaq. Bu çox uzun bir prosesdir. Yəni bununla bağlı aylarla danışıqlar aparıla bilər. Amma bu günləri prioritet belə deyək, yeni eskalasiyaya imkan verməmək üçün və Amerika Birləşmiş Ştatlarının da həm seçki ili özünün belə deyək, nüfuzunu qoruyub saxlaması üçün maksimum şəkildə indi bundan faydalanmaq ən azından həmin o zənginləşdirilmiş uranın oradan götürülməsini təmin etməkdən ibarətdir. Prinsip etibarilə isə ABŞ indiyə qədər orada yığdığı o qoşunlar və s. var. Biz hər dəfə danışırıq ki, hər gün oradan neçəyə başa gəlir, milyonlara başa gəlir və s. və ilaxı. Amerika Birləşmiş Ştatları bundan sonra ümumiyyətlə o qoşunları geri çəkmək niyyətində deyil. Yəni hətta İranla hər şey belə deyək, normallaşsa belə, o qüvvələr, bundan əlavə indiyə qədər Körfəz ölkələrində olan qüvvələr ki var idi, hərbi bazalar və s. onları da daha da artıracaq. Katsın açıqlaması oldu. Dedi ki, biz Amerika ilə koordinasiyalı hərəkət edirik, yeni cəbhələr açmaq niyyətimiz var. Söhbət, hətta yeni cəbhələrin açılması da təbii ki, ola bilər, yəni prinsipi etibarilə. Söhbət hətta ondan da etmir. Söhbət ondan gedir ki, bu günləri Körfəz ölkələrini bu və ya digər şəkildə özünün nəzarəti altında saxlamaq üçün Amerika Birləşmiş Ştatları orada hərbi qüdrətini maksimum şəkildə artırmalıdır. Yəni, baxın, artıq, belə deyək, Birləşmiş Ərəb Əmirlikləri bu və ya digər şəkildə OPEC-dən imtina qərarı verib, bu Amerika Birləşmiş Ştatlarının marağındadır. Səudiyyə bundan çox təəssüflənib və Səudiyyənin ABŞ-la münasibətlərində maksimum şəkildə məsafə qoymaq ehtimalları artır ortaya. Digər Körfəz ölkələrinin bu istiqamətdə addım atmaq, özünün təhlükəsizliyi istiqamətində yeni bir konfigurasiya, yeni bir model fikirləşmək kimi ehtimallar çıxır ortaya. Amerika Birləşmiş Ştatları bunlara imkan verən deyil və nəticə etibarilə düşünürəm ki, bundan sonra o istiqamətdə özünün hərbi qüdrətinin daha da artırılması üçün də müvafiq addımlar atacaq. Yəni, bu gün Amerika Birləşmiş Ştatlarına artıq belə deyək də, Venezuela istiqamətində problem həll olunub, Kuba məsələsi, bugünün sabahın məsələsidir. Amerika Birləşmiş Ştatlarına o qədər ordu, o qədər belə deyək, texnika və s. Amerika qitəsində saxlamağına nəyə ehtiyac var ki? Orada nə problemi var ki, onun o boyda ordunu orada sağ. Ona görə də bütün dünyanın hər yanına səpələyəcək. İndi Avropa İttifaqından da çıxartmaq istəyir. Belə deyək, qoşunlarının bir qismini, onları da Asiya istiqamətində hansısa formada cəmləşdirəcək. Yəni, prioritetləri nədirsə o istiqamətdə hərəkət eləyir və İran da burada, belə deyək, ümumi uzun bir yolda ortada bir maneədir ki, onu da bu şəkildə həll etmək niyyətindədir. Yəni, iqtisadi, belə deyək, təzyiqlər fonunda.
Aydındır. Və digər bir sualım da olacaq, qısa bir cavab istəyəcəm sizdən. Burada maraqlı bir məsələ orasındadır ki, Amerika Birləşmiş Ştatlarının elə Trump administrasiyasının daxilində də müəyyən problemlər sezilir. Nədən ibarətdir? Trump özü deyir ki, mən və bir neçə nəfərdən başqa heç kəs danışıqların gedişatı ilə bağlı məlumatlı deyil və görünür ki, o ölkə daxilindəki müəyyən gərginlikmi, müəyyən fikir ayrılıqlarına görə Trump əsl məsələləri o qədər də təqdim etmir. Bu qədər açıqlamalar verilir, bu qədər məlumatlar paylaşılır, sosial mediada paylaşımlar edilir, amma əsl prosesləri isə gizlədir. Bu nə deməkdir? Bu o deməkdir ki, prinsip etibarilə doğrudan da Amerika Birləşmiş Ştatlarında hakimiyyət daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları var. Söhbət təkcə Respublikaçılar Konqres demokratlar arasında gedən fikir ayrılığından getmir. Eyni zamanda Respublikaçıların özünün daxilində fikir ayrılıqları var. Hətta kabinetin daxilində fikir ayrılıqları var. Xüsusən də Pentagonla, yəni hərbi nazirliklə belə deyək, siyasi institutlar arasında fikir ayrılıqları var. İkinci bir tərəfdən bu şəkildə bəyanatların verilməsi də təbiidir və başa düşüləndir. Çünki böyük ölçüdə əslində hər nə qədər Trump desə də kölgədə kimdənsə danışıqlar aparılır və s. və elə böyük ölçüdə bu günləri diplomatik fəaliyyət dalana dirənib. Biz hər gündə olmasa 2 gündən bir ən azından vasitəçi ölkə olan İslamabadın bu və ya digər şəkildə bir bəyanatına şahidlik eləyirdik Pakistanın. Və yaxud da Münir Tehrana səfər eləyirdi, sonra deyirdilər ki, Amerika Birləşmiş Ştatları ilə telefon danışığı apardı. Bunların heç biri bu günləri baş vermir. Və Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq da Trump ya doğrudan da deməlidir ki, artıq heç bir təmas yoxdur, diplomatik danışıq yoxdur, onda deyəcəklər nəyə gözləyirsən, niyə hərbi əməliyyatlar başlamır? Ya da bunu açıq şəkildə, belə deyək, danışıqların olması lazımdır ki, hamıya məlumat versin. Bugün hamıya məlumat verilmirsə, bunun qapalı bir çevrədə, belə deyək, müzakirə olduğunu deyirsə, bu o deməkdir ki, əslində artıq böyük ölçüdə diplomatik təmaslar da yoxdur. Aydın, çox sağ olun, təşəkkür edirəm Rəşad bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlil